Qadın öz dəyərini nə vaxt anlayır? Xoş gördük əziz izləyicilərim. Mən bugün sizə Sevda adlı bir xanımın həyat hekayəsini qısa şəkildə danışacağım. Deməli, Sevda adında bir xanım olur. Hamı bunu ailəcanlı, sakit, səbirli tanıyır. Əslində, normalda olan isə Sevda xanım qorxusundan susurmuş. Əri onu döymürmüş, söymürmüş, amma onu çox əzirmiş, sındırırmış. Təhqiramiz sözləri ilə o qədər onu əzirmiş ki, Sevda özünü qorumağa belə cürət etmirmiş. Sevdanın işi peşəsi uşağının paltarlarını yumaq, evə gələn qonaqların xidmətində durmaq, yemək bişirmək, sanki evin xanımı yox, evin qulluqçusu kimi rəftar edirmişlər. Ailə quranda bir şey beyninə yerləşdirmişdi ki, ölümün də olsa orada dözməlisən, gəlin getdiyin ev sənin öldüyün evdir. Və Sevda da belə başa düşürmüş ki, nə yaşayıramsa yaşayım, dözməliyəm. Bu zamanla artıq Sevda bu həyatın yaşayışından yorulur, bezir. Günlərin bir günü Sevda gəlir güzgünün qarşısında durub özünə baxanda görür ki, artıq o qəlbi gözəl, ruhu gözəl, sevgi dolu Sevdadan heç bir əsər əlamət qalmayıb. Sanki ölüb yerində tam başqa bir Sevdadır. Elə o gün özünə söz verir ki, artıq mən o ruhu ölmüş Sevdanı dirildəcəm, yenidən yaşadacam. Mən bu həyatı hək etmirəm, mən daha gözəl həyata layiqəm. Axı niyə mən bu qədər əzilməyə dözürəm ki? Beləliklə Sevda ondan sonra ilk dəfə ona gələn təhqiramiz sözlərə yox dedi, geri çəkilmədi, qorxmadı, özünü önə qoydu. Arxaya yox, bu dəfə özünü arxa plana yox, bu dəfə özünü ön sırada qoydu. Hər kəsin ona hörmət qoymağını tələb etdi. Gözəlləşməyə başladı. Yəni öz gözəlliyini önə çıxartmağa desək daha doğru olar. Çünki zaten Sevda gözəl idi. Amma o qədər baxımsız olmuşdu ki, öz gözəlliyini özü belə görmürdü. Sevda özünə diqqət etdikcə, hörmətin çoxaltdıqca artıq əri də onu sevməyə başladı. Hər kəs də ona hörmət etməyə başladı. Artıq evin xidmətçisi yox, evin bir anası kimi, evin bir gəlini kimi, evin bir xanımı kimi hər kəs onu görməyə başladı. Və o gün Sevda dedi ki, qadın başqasını itirəndə yox, özünü itirəndə həyatdan küsürmüş. Demək istədiyim odur ki, əziz xanımlar, necə bir ailədə yaşayırsınızsa yaşayın, heç vaxt özünüzü əzdirməyin. Qadın bu dünyaya əzilməyə deyil, sevilməyə, dəyərli olmağa gəlib. Sevdadan ibrət götürərək ailənizi dağıdaraq çıxış yolu yox, ailənizi bütövləşdirərək özünüzə seçim edəsiniz. Yəni ailə birlikdə təbii ki yaxşıdır. Yəni ailəsi dağılmaq heç də yaxşı bir şey deyil. Heç bir qadına məsləhət görməzdim. Təbii ki də çətinliklərin öhdəsindən gəlmək daha gözəl olar. O yüzden Allah bütün qadınlarımızı qorusun, qadınlarımızı hər zaman uca tutun. Qadınlarımız dəyərlidir. Bu dünyada qadınlar olmazsa bu dünyanın nə anlamı var ki?